Yadınızda olar, oktyabr ayında Bakıxanov qəsəbəsində Olimpiya İdman Liseyinin çox bərbad halda olması haqqında süjet çəkdim və çoxları da məyus oldu ki, bu nə vaxt düzələcək? Öyrənmişəm, 10 milyon manat lazımdır. Bu məbləğ artıq deyilib, elan olunub, ancaq onu verəcək şəxs, firma, kompaniya yoxdur və heç kim də onu boynundan götürmür. Bu o deməkdir ki, 3 il gözlənilib, ola bir 10 ildə gözləyəcəksiniz ki, nə vaxt bu işlər təmiri başlayacaq. Bir dənə əlac ona qalır ki, Olimpiya, dünya və Avropa çempionları yığışsınlar bir yerə, fond açsınlar və pul yığandan sonra oranı hissə-hissə təmirə başlasınlar. Hələlik isə mən sizə birinci dəfə süjetə düşməyən başqa bir zalların vəziyyətinin video görüntüsünü təqdim edirəm. Bu gördüyünüz liseyin boks zalıdır. İçəri keçə bilmirik, amma aydındır ki, vəziyyət bu cürdür. Bu bina həmin liseyin yataqxanasıdır. Bağlıdır. Prinsipcə üzdən görürük vəziyyəti necədir. İçərinə baxmasaq da olar. Bu gördüyünüz liseyin mini futbol meydançasıdır.